Deməli belə Hyundai Tucson 1.6 turbo motor, robot koробka. Deməli hamı bu çaşkaför dəyişəndə belə hava vururlar, ortasından toz çıxır. Gözəl qardaşlar, bu çaşkafördə işləyirsə, əgər yeyinti verirsə, müəyyən hissəsi buradakı deşiklərdən, gördüyünüz kimi, bu deşiklərdən, sonra bu deşiklərdən hamısı sonra xaric olur. Sıxmayanlar ki, bu qalır, onlar çaşkaförün içərisində qalır. Yəni bu toz vurur, hava vurandan sonra bundan toz çıxmalıdır. Yəni toz çıxarılır, yəni demək ki, çaşkafördə elə, çaşkafördə vurur. İşləyən çaşkafördə toz verməlidir. Yəni yalandan orada prim qazanmaqla bunu belə eləmək lazım deyil. Yəni bunun səsini liboy çaşkafördə üstünə qoy təzətin. Çox yox, 200 km sür, beləncə elə toz verəcək. Yəni bu yəni çaşkaförün tam xarab olmağa deməkdir. Çaşkaförün xarab olmaq səbəbi bilirsiniz, qızdırıb yanıb izləri. Yəni detal rəngin dəyişib. Baxın buradan da görsənir. Detal rəngin dəyişib. Yəni bu çaşka üzü yaramır, çaşka qızıb. Koробka ilə bağlı kiminlə bir sual varsa, bunu əlaqə saxlaya bilər.